Salam dostlar. Deməli canlıda da bir-iki yoldaş təklif elədi ki, paylaşdıqlarımı xronologiya şəklində paylaşın. Ondan ötürü ümumi paylaşdıqlarımı bağlara aid də təbii ki, paylaşdıqlarımı xronologiyalaşdırıram. Deməli birinci məsələmiz ağacların budamasını qışa saxlamayın. Alma, armud, gavalı, incir, zeytunlardan başqa bütün ağacları budayın. Çünki yəni əsasən erkən meyvəsini topladığımız ağacları, yayın ortasında meyvəsini topladığımız ağacların hamısı budanmalıdır, erkən budanmalıdır. Çünki ağaclar bilməlidir ki, nə qədər meyvə gözü ilə qışa girirəm və ona uyğun da qışa hazırlıq görsün. Kimsə deyə bilər ki, yarpaqlar tökülməmiş budamaq olmaz, şirə salar, xəstəlik olar və s. Mən də razıyam sizinlə. O zaman yaşıl budamanda yayın ortasında aparmağın səbəbi yoxdur. Çünki yaşıl budamada ağaca fiziki zədələr vurur. Şirə salmalıdırsa, aktiv dövrü də ağacın daha çox şirə sala bilər. Əgər indi budamaq ağaclara vurulan erkən zədələrin müəyyən mənfi fəsadları ola bilmək düşüncəsidirsə, yayda tamamilə aktiv ağacda bunu daha çox düşünmək lazımdır. Hansı ki, indi ağaclar qismən yatmış və ya yatmağa meyillənmiş vəziyyətdədir. Nəysə, bu keçdik ikinci məsələmiz. İkinci məsələmiz payızlı yarpaqların işləmə qabiliyyəti 10-15% olduğuna görə bitkini aktivləşdirmək lazımdır. Fotosintez qabiliyyətini artırmaq lazımdır. Bu səbəbdən də yarpaqdan femen bakteriya çiləmək lazımdır. Femen bakteriya, yəni ferrium və manqan, dəmir və manqan çiləməsi aparmaq lazımdır. Bu tədbir bitkilərdə fotosintez məhsuldarlığını artırır. Bu da eyni zamanda bitkinin daha çox fosfor mənimsənilməsinə şərait yaradır. Hər hansı bitki payızda mənimsədiyi fosfor qədər yazda məhsullar ola bilər. Yəni bu ifadə mənim ən belə deyim, tutarlı ifadəmdir. Yəni mən bunu həmişə qeyd eləmişəm ki, hər bir bitki payızda götürdüyü fosfor qədər yazda məhsul verə bilir. Bu da belə. Üçüncü məsələmiz bitkilərin fosfor ehtiyacının zamanında qarşılanmasıdır. Payızda nə qədər tez amafos gübrəsi təmin edilərsə bağa, bir o qədər də tez hazırlaşar bitki qışa. Bitki qışa hazırlıq işlərini nə qədər tez yerinə yetirərsə, bir o qədər də vernizasiya üçün hazır olar. Yəni qış yuxusuna bitki hazır olur. Bitkilər adətən qışa hazırlıq ehtiyaclarını tamamlamadığına görə qış yuxusuna da gec gedir. Qış gübrələməsi vaxtında aparılmış bağ iqlimdə məqam yaxalayan kimi qış yuxusuna gedir. Bitkilərin hər ehtiyacından üstə ən vacib ehtiyacı olan istirahəti, yəni qış yuxusudur. Bu isə sizin əlinizdədir. Kimsə bunu yazda qarşılayacağını düşünürsə anlamaq lazımdır ki, yaz gələndə gün çıxan kimi ağaclar çiçək açır və 3-4 günün içində də çiçəklər maylanıb meyvəyə çevrilir. Bu 3-4 gündə verdiyiniz fosforu nə vaxt fürsət yaxalayıb mənimsəyə bilər bitki. Ona görə də avqustun 15-dən sonra nə qədər tez amafos gübrəsi veriləcəksə bağa, yazda da bir o qədər daha sağlam və bol məhsul götürüləcək. Dördüncü məsələmiz. Budamalardan sonra aşağı faizli ilkin bordo çilənməsi və ya mis sulfat çilənməsi. Bu da ağaclarda budandıqdan sonra həftəlik olaraq dezinfeksiya məqsədi ilə dərmanlamadır. Yəni budama başlandı. Bir həftə ərzində nə qədər ərazi budanıbsa, həmin ərazilərdə dərmanlama orta təzyiqli və ya yüksək təzyiqli çiləyicilərlə dərmanlama aparılmalıdır. Ki, açıq yaralardan hansısa bulaşma baş verməsin. Bir də kimin təsərrüfatında şarka virusu kimi virus xəstəlikləri varsa və ya ehtimal edirsə ki, və ya virus xəstəliklərindən qorunmaq istəyirsə, o zaman burada əlavə olaraq 250 ppm-lik gümüş suyu da 1 tona 25 litr qata bilər. 15-25 litr arası. Bordo ilə birgə də tamamilə verə bilər. Yəni, bordo ilə birbaşa verə bilər gümüş suyunu. Bu da bitkiləri virus xəstəliklərindən qoruyur. Beşinci məsələmiz zərərvericilərdən ötürü mineral yağ çiləməsidir. Bu da deməli budama işləri də tamamlandı, bordo çiləməsi tamamlandı. 10 gün ara verilir, bordo tətbiqindən 10 gün ara verilir və mineral yağ çiləməsi aparılmalı. Mineral yağ çiləməsi kontakt tərkibli insektisid əlavəsi ilə də aparılsa daha yaxşıdır. Mineral yağ həşəratın üzərini nəfəs almayacaq şəkildə bağlayaraq boğur və insektisid əlavəsi də varsa qısa zamanda həşəratı məhv edir. Bəzi uçan həşəratlar da mineral yağ çiləməsi qanadlarını islatmaqla təsir göstərir və demək istədiyim qanadları islanan kəpənəkmi deyim, hər hansı bir həşəratmı deyim, uça bilmir və o yağdan da təmizlənə bilmir. O şəkildə də
bütün zərərvericiləri təmizləyir. Məsələn, işlənmiş yağ qabları düzülür təsərrüfatdakı, həşərat gəlsin, düşsün yağa və ölsün. Eyni məsələ də elə fərz edilir. İşlənmiş yağla deyil, bitkiyə zərərsiz mineral yağlarla bütün təsərrüfata tətbiq etməklə daha qısa zamanda və uzun müddət təsirli eyni işi görmüş olursunuz. Kimsə yağ çiləməsi aparmaq istəmirsə, o zaman laim sülfür versin. Yəni, əhəng kükürt məhlulu çiləməsi də apara bilər. O da eyni şəkildə iş görür. Onu da hər hansı bir kontakt insektisidlə qarışdırıb atmaq mümkündür. Və eyni zamanda da bir çox xəstəliklərin də, göbələklərin də məhv edilməsində ciddi rol alır. Bizdə də satışda var, bildiyiniz kimi laim sülfür bizim də satışımızda var. 6-cı məsələ yüksək faizli bordo məhlulunun tətbiqi. Bu da burada bir məsələni unutmaq lazım deyil. Çünki bordo olmalıdır. Yəni bağınızda hazırlanmalıdır. Bazardan aldığınız bordo deyil. Əhəngi də, misi də deyilən şəkildə hazırlamaq lazımdır. Bu veriləcək fevral, martın əvvəlində və yüksək təzyiqli çiləmələrlə. Yəni mütləq yüksək təzyiqli çiləmələrlə verilməlidir. Çiyin aparatı ilə falanla bordo verilməz. Yüksək bordo verilməz də, yəni yüksək faizli bordo. Bu halda bağda yay mövsümünə xəstəliklərdən ötürü çiləmələr 90% demək olar ki, ləğv olur. Sizin yazda təsərrüfata atdığınız hər bir pestisid məhsuldarlığa bir şəkildə təsirsiz ötüşmür. İstər həşəratdan ötürü, istər xəstəlikdən ötürü fərq etməz. Hər hansı bir pestisid. Ona görə də qışda məsələni həll etmək sizə də faydalıdır. Yay boyu kosmetik gübrələmə imkanlarınız genişlənir. 2 komponentli bordo məhlulu da bizdə satışda var, bilirsiniz. Bir neçə dəfə bölüşmüşəm. Yəni kim istəsə bizə də müraciət eləyə bilər. 2 komponentli bordo məhlulu əhəng və mis sulfatlı özü də alıb istifadə eləyə bilər. Amma yanmamış əhəngdən istifadə eləməli. 7-ci yaz çiləmələri mövzusudur. Bu mövzu daha geniş mövzudur, amma qısa olaraq da, yəni belə deyim, qış qutarandan sonra zaten tətbiq olunacaq. Qısa olaraq bildirmək istəyirəm ki, yazda tumurcuqlar qabarmağa başlayanda yüksək doza kalsium çiləməsi aparmaq lazımdır. Yüksək doza, yəni 4 kiloqram tona. Bu doza bitkilərdə, yəni göbələk əmələ gəlməsini önləyir və sağlam çiçək sayını artırır. Bu da öz növbəsində çiçək meyvə tutumunu artırır. Tumurcuqlar biraz da qabardıqdan sonra və ya 1% çiçəklənmə görüldükdən sonra borsing çiləməsi də aparıldıqda, bəzi bitkilərə molborsing çiləməsi də aparıldıqda meyvə tutumunu maksimuma çıxartmaq mümkündür. Bir də ikinci məsələ, bu saydığım dərmanlarda hamısında, başdan saydıqlarımın hamısında mütləq pH-a nəzarət edilməsidir. Vəssalam, şüt tamam. Yəni bu şəkildə bir xronologiyalaşdırdım. Yenə də hansısa mövzunu daha geniş paylaşmaq lazım olacaqsa paylaşacağım. Təşəkkür edirəm.